Necə qiymətləndirirsən? Artıq bugünkü qələbə ilə ikinci yer məsələsinin də bitdiyini demək olarmı? Yəni artıq demək olar, məncə heç deməsək də olar. Olacaq. Yəni, artıq olacaq artıq. Yəni, səhv eləmirəmsə oyunun bitməsinə 10 dəqiqəyə yaxın vaxt qalıb, amma sözün açığı komandalar arasında o qədər fərq var ki, yəni bu hətta Qarabağda əsas hücumçular Kamilo Duranla Musa da yoxdur. Yenə də oyun olaraq ciddi şəkildə üstünlük nəzərə çarpır. Ona görə məncə yəni hər şey göz önündədir. Nə deyə bilərsən ki? Qeyd elədin, arada o qədər fərq var, amma məncə bu qədər fərq olmalı deyil də. Tamam, Qarabağdır, Turan son illər yüksəlişdədir, amma nəzərə alaq ki, Turan Tovuz komandası da arxada qalan yer kifayət qədər gücləndi, qış fasiləsində yeni transferlər oldu, az pullar ayrılmır. Bəli, komanda Avrokuboklar hədəfinə çatdı. Yəni 32 ildən sonra böyük ölçüdə komanda Avrokuboklarda çıxış eləyəcək. Uğurdur, sıradan bir uğur deyil. Komandaya da Avrokuboklarda uğurlar arzulayırıq. Amma sırf bu oyundan danışası olsaq, təxminən bir 75 dəqiqə biz də oyunu izlədik, 70-75 dəqiqə. Qarabağın demək olar ki, komandanın yarısı yoxdur meydanda. Kamilo Duran, Kadi Borges, Montiel, sarı vərəqə cəzası bugün əsassiyyətdə yer almırdı. Komandanın əsas fiqurlarıdır. Elvin Cəfərquliyev məlum məsələdə artıq neçə turdur komandadan göndərilib. Bəhlul Mustafazadə artıq uzun müddətli zədə. Komandanın 5 əsas futbolçusu faktiki olaraq yoxdur. Oyunun startında Musa Qurbanlı zədələnib, əvəzləndi. 6 futbolcu. Və digər tərəfdən Qarabağın son dönəmlər başına gələnlər. Komanda çempionluğu itirib, ölkə kubokunda mübarizəni dayandırıb, burada psixoloji məqam var, Çempionlar Liqasında itirdiyi yük var. Yəni, belə məqamda da çempionatın ilk üçlüyündə olan komanda Qarabağı məğlub eləyə bilməyəcəksə, məğlubiyyəti mən qoyuram bir kənara. Biz baxdığımız o 70-75 dəqiqədə demək olar ki, Qarabağ təkbaş rahat futbol oynayırdı. Yəni, elə aşağı-yuxarı top daha çox Qarabağda olurdu. Epizodları daha çox yaradan Qarabağ idi. Yəni, aşkar üstünlük Qarabağdaydı. Nəzərə alaq ki, son dönəmlər Sabahla da ağır bir oyunlardan, qrafikdən çıxmışdı. Neftçi ilə ardıcıl 2 oyundan çıxmışdı. Qarabağ komandası qrafik ağır idi, həm təxirə salınan oyun var idi. 5 ildən sonra bir məğlubiyyət alınıb Neftçidən, yəni bunun da psixoloji bir yükü var idi. Bunun fonunda biz görürük ki, lazım olan qədər mübarizəni, kəskinliyi göstərə bilmir Turan meydanda.